Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala men la nebiye ba'de. Möhtərəm müsəlmanlar, biz yeni silsilə dərsimizi başlayırıq Allahın izni ilə. Deməli, biz ən son 3 əsas kitabının şərhini Allahın müvəffəqiyyət sayəsində tamamlamışdıq. Bugün isə Şeyxülislam Muhammed Ət-Təmiminin növbəti kitabı olan, əqidə kitablarından biri olan 4 qayda kitabından inşallah şərhinə başlayırıq. Və Şeyxülislamın bu barədə yazdığı kitablar kifayət qədər çoxdur. İstər 3 əsas olsun, istər 4 qayda olsun, istər tövhid kitabı olsun, istər şübhələrin kəşfi, 6 əsas və s. Və kitaba başlamamışdan əvvəl qısa deyək ki, kitabın müəllifi Şeyxülislam Muhammed Ət-Təmimi tərifi ehtiyac yoxdur. Çünki onun haqqında kifayət qədər alimlər danışıblar, elm tələbələri danışıblar və bu barədə xüsusi kitablar yazılıb, sırf onun həyatı barəsində. 1115-ci il anadan olub, 1206-cı ildə vəfat eləyib və özündən sonra böyük bir elm miras qoyub. Şeyxülislam tövhid dəvətinin yeniləyəni və şirkə müharibə eləyən biri olubdur və ömrünü Allah yoluna dəvət eləmədə keçiribdir. Biz isə bu günləri qısa olaraq bu kitaba şərh verən Xalid ibn Qasim Ar-Raddadi şeyximiz haqqında qısa məlumat verəcək sizə. Deməli, bu kitab barəsində verilən şərhlər kifayət qədər çoxdur. İstər Şeyx Fovzanın, istər başqa alimlərin bu barədə şərhi var. Şeyximiz Xalid Raddadi, Allah rəhmət eləsin, onun şərhini seçməkdə məqsədimiz həm bəzi sələfi şeyxlərlə istişarə elədik və məsləhət elədilər ki, elə Xalid Raddadi rəhməhullahın şərhini götürək. Bu həm mənim adıma bir şeyxə vəfa borcudur. Həmçinin şeyx dedi ki, ona yaxşılıqdandır ki, ondan sonra onun elmi yayılsın və onun yazdığı kitablar keçirsin. Şeyximiz Xalid ibn Qasim Raddadi rəhməhullah 1966-cı ildə miladi tarixlə Mədinədə anadan olmuşdu. Və şeyx bir çox böyük əhl-i-sünnə alimlərindən elm almışdı. Onlardan da Şeyx Abdülmuhsin Abbad, Şeyx Rabi Madxali, Hafizəhumullah və s. kimi böyük alimlərdən dərs almışdı. Şeyx daimi şəkildə Əhl-i-Sünnə və Cəmaətin əqidəsini yayan, orta yolu göstərən və müxtəlif bidət tayfalarına rəddiyə verməklə və onlara qarşı möhkəm bir mövqe sərgiləməklə tanınan biridir. Şeyx rahimehullah Mədinə İslam Universitetində hədis fakültəsində müəllim idi və illərlə hədis fakültəsində müəllim işlədi. Və həmçinin Mədinədə Şuhada camisində imam xatib idi. Rahmehullah. Şeyx haqqında qısa özümün şəxsi olaraq deyəcəyim sözlər odur ki, şeyx çox təvazökar biri idi. Rahmehullah, çox sıx münasibətimiz vardı şeyxlə, Allah ona rəhmət eləsin. Hətta bəzən suallar soruşurdum və suallara gec cavab verəndə üzrxahlıq eləyirdi. Və bir çox kitabların da müəllifidir. Bunların içində əlimizdə kitab Ət-Ta'liqul Mumti' fi alə Qavaidil Arba'a, Qavaidil Arba'a kitabına verilmiş gözəl əlavələr, həmçinin Mədxal ilə ilmi şərhil hədis, həmçinin Mədxal ilə kitabul Muharrar fil hədis və həmçinin Şərh-ü Sünnə kitabını İmam Barbani təhqiq eləmişdi. Həmçinin Mədxal ilə ilmi Şəmail-i Nəbəviyyə risaləsinin müəllifidir, rəhməhullah. Və ömrünü Əhl-i-Sünnə və Cəmaətin yolunda dəvətə keçirmişdi. Və şeyxlə bir neçə dəfə Mədinədə görüşlərimiz olmuşdu. Hətta Mədinə İslam Universitetinin hədis fakültəsində bizi Mədinə tələbələri ilə bərabər qəbul etmişdi bir neçə dəfə. Allah ona rəhmət eləsin. Və biz də ona oradan faydalanmışdıq. Və tələbələrə qarşı çox sıx, gözəl davranışda idi, müamilədə idi. Hətta xatırlayıram ki, bir qardaşımızın Mədinə İslam Universitetində bir problemi var idi. Biz də, şəxsən mən onun özündən xahiş elədim şeyxdən. Və şeyx, Allah ona rəhmət eləsin. Özü bizzat getdi universitetə və qardaşın məsələsini həll elədi. Allah ona rəhmət eləsin. Və biz onun ölüm xəbərini iyul ayında 2022-ci ildə aldıq. Rəhməhullah 56 yaşında vəfat elədi qəlb tutmasından və biz onda Birləşmiş Ərəb Əmirliyində dövrədə idik. Təbii ki, ölümü oradakı şeyxləri də çox sarsdı, həmçinin bizi. Hətta belə bir hadisə xatırlayıram ki, şeyx vəfat eləyən günü mən Şeyx Hişam Hüseyniyə, Allah ona qorusun,
Yaxınlaşdım dedim, şeyx mən suallarım olanda adətən Şeyx Xalidə soruşurdum. O da mənə cavab verirdi. İnşallah ki bundan sonra sizdən soruşaram. Və şeyx orada gözəl bir cavab verdi. Allah onu qorusun. Dedi, sualları mən cavablandıraram, amma məndən Xalid Raddad olmaz. Allah rəhmət eləsin. Və şeyx həmçinin ən axırıncı xutbəsində xutbə verərkən orada dua eləyir və demişdi ki, ən axırıncı xutbəsində, xutbə də insanları bağışlamaq, əfv etmək barəsində idi. Bu da şeyxin ölümündən bir neçə gün əvvəlki xutbəsi idi. Və xutbədə dua edərək buyurmuşdu ki, Allahım, sən şahid ol ki, mən sənin qullarını hamısını bağışlamışam və səndən də məni bağışlamanı istəyirəm. Rahiməhullah. Hətta şeyxlər vurğulayırlar ki, həyat yoldaşına ölümündən bir neçə gün əvvəl gözəl bir yuxu gördüyünü xəbər vermişdi. Ki, yaxında mənə böyük bir müjdə olacaq, bir müddət sonra isə vəfat elədi. Allah rəhmət eləsin, yəni özündən sonra böyük bir elm qoydu getdi və insanlar onu Əhl-i Sünnənin müdafiəsində, həmçinin Əhl-i Sünnə alimlərin müdafiəsində, Əhl-i Sünnə mənhəcinin müdafiəsində yəni çox güclü bir mövqe sərgiləyən biri kimi tanıdılar. Rahiməhullah. Bu kitab da yəni şərhi At-Ta'liqul Mumti' alə Qavaidil Arba'a. Ta'liqul Mumti' yəni gözəl, xoş, sevindirici əlavələr Qavaidil Arba'a kitabına. Yəni bu tam şeyx bunu şərh kimi də yazmayıb, müəyyən əlavələr edib. Və bu 4 qaydanın Qavaidil Arba'nın şərhləri içində ən öndə gedən şərhlərdən biridir. Allah şeyxə rəhmət eləsin. Yəni inşallah biz də istəyirik ki, bu kitabı təbris eləyək və Allahdan istəyirik ki, Allah Subhanahu taala şeyxin mizan həsənətini artıran əməllərdən eləsin. Bizim bu keçdiyimiz, tədris edilmiş kitabı. İnşallah gələn dərsdən birinci dərsdə başlayaraq. Təbii ki, yəni şeyx burada geniş olaraq kitabın müəllifi Muhammed Təmmim haqqında geniş danışır, onun dəvəti haqqında, kitablar haqqında və s. Biz isə birbaşa girişdən başlayaraq, çünki əvvəldə vurduğumuz kimi, yəni Muhammed Təmmimi, Allah rəhmət eləsin, Şeyxülislam barəsində xüsusi kitablar yazılıb, artıq dərslər keçilib. İnşallah ki, insanlar bu arada məlumatlıdırlar. İnşallah gələn dərsdən birinci dərs götürərək, düzün Allah bilir. Və sallallahu aleyhi nəbiyyina Muhammedin və alə alihi və sahbihi ecma'in. Subhanəkəllahu və bihamdik. Əşhədu ən tə əstəğfiruke və etûbu ileyk.